Salam əziz izləyicilər. Bugün mən genişlənmə baxının rolundan, törətdiyi fəsadlardan danışmaq istəyirəm. Çox önəmli sayıram bunu. Bax, genişlənmə baxının qurbanına çevrilmiş bir dənə kombi. Deməli, bunu alıblar. Elə ilk günlərdən, bəlkə də ilk həftədən başlayıb bu zəhlə tökməyə. Yanır və sönür öz-özünə. Yəni şikayəti belə olubdur da, bu tez-tez öz-özünə sönür. Çox güman ki, bu adam o istifadə qaydalarını da bilməyib, təzyiq düşürmüş, o da sönürmüş. Və ayda bir dəfə ya iki dəfə usta gəlirmiş, hava vururmuş ya neynirmiş, ondan da maraqlanmayıb ki, usta nə iş görür. Deyir, usta barmaqlayır, gedir, bir neçə həftədən sonra bir də öz-özünə sönür, bir də qoşuruq, su doldurub qoşuruq, işləyir. Bir sözlə bezib gedib təzəsini alıbdır. Bu kombi də heç köhnəlməyə macal tapmayıb, ocaqlığı da qaralmayıb, hissi yox. Bax, bu hissədə görürsünüz, par-par parıldayır. Bax, belə qəşəng bir vəziyyətdədir. Bu manometr. Üstündə bax, plyonka var. Bunu qopardım. Görünsün, bax, budur. Bu plyonkası da hələ qopmayıb. İmkanlı adamdır, sadəcə zəhləsi tökülüb deyə geyib təzəsini alıb. Bunun problemi baçokda olubdur. Genişlənmə baxında membran cırılıb. Mən ehtimal edirəm ki, o təzyiqə filana fikir verməyibdir. Tutaq ki, 2-3 bar təzyiq verib qoşur. Ona görə o membran rezin cırılıb, suyu hava kamerasından çölə axıdıb. Bunun arxasındadır. Görünəcəkmi? Yerim də asıqdır. Bax, o izləri